Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizlərə badımcanlı həftəbəcər turşunun hazırlama qaydasını göstərirəm. İlk olaraq badımcanları yuyub, qabığını ara-sıra nazik şəkildə soyuruq. Videoda gördüyünüz kimi ortadan bölüb, orta qalınlıqda doğrayırıq. Baxın, bu cür orta qalın olmağı məsləhətdir. Qazana su əlavə edib qaynamağa qoyuruq. Su qaynadıqda 3 yemək qaşığı turşular üçün yodsuz duz əlavə edirik və badımcanları hissə-hissə qazana əlavə eləyib 1-2 dəqiqə pörtlədib götürürük. Əziz izləyicilər, badımcanları 1-2 dəqiqədən artıq qaynatmayın, yoxsa çox yumşalıb əziləcək. Pörtlətdiyimiz badımcanları aş üzərinə yığıb, üzərinə ağırlıq qoyuruq. Ağırlığı ona görə qoyuruq ki, badımcanların acı suyu çıxsın, süzülsün. Bu müddətdə digər tərəvəzləri hazırlayaq. Biberləri, sarımsağı və göyləri təmizləyib yaxşı yuyuruq. Biberləri, sarımsağı orta qalınlıqda, göyləri isə biraz iri doğrayırıq. Əzizlərim, videonun alt bölümündə, açıqlamada resepti yazacağım. Siz oradan istifadə edərsiniz. Hamısını iri qaba töküb, üzərinə 2 yemək qaşığı duz və yarım stəkan üzüm sirkəsi əlavə edirik. Əlimizlə yaxşı qarışdırırıq. Bu müddətdə tərəvəzlər yaxşı sulanır, öz şirəsi çıxır. Badımcanların suyu tam süzüldükdən sonra onları da hazırladığımız tərəvəzlərin üzərinə əlavə edib yaxşı qarışdırırıq. Sonra bu qarışığı təmiz, quru balonlara, bankalara yığırıq. Mən bu günləri 3 litrlik balondan istifadə elədim. Demək, birinci balonun üzərinə turşuların öz suyunu, nə qədər balon alınıbsa, bərabər şəkildə bölürük. Sonra üzərinə 1 stəkan üzüm sirkəsi, 1 çay qaşığı şəkər tozu, 1 yarım yemək qaşığı yodsuz duz, tutduğu qədər adi qaynadılıb soyudulmuş su və yaxud filtrdən süzülmüş su əlavə edib qapağını bağlayırıq. Sonra balonu aşağı-yuxarı hərəkət eləyirik ki, suyu, sirkəsi, duzu, şəkər tozu hamısı bir-birinə qarışsın. Turşunu sərin yerdə, qaranlıq yerdə saxlayırıq. Bir gündən sonra nəzarət eləyirik. Suyuna və duzuna baxırıq, yoxlayırıq. Əgər duzu az olarsa əlavə eləyin. Suyu da əgər başından kəm olarsa, biraz su və yaxud sirkə əlavə eləyə bilərsiniz. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı, şərh bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Allaha əmanət olun.